Bugün Bakı öz tarixi simasını qoruyub saxlayır. Qəbələ, Şəki paytaxt olublar və Qafqaz Almaniyanın mərkəzlərindən biri olublar və bir çox tarixi abidələr var və Şəkinin yanında Kiş kəndində olan kilsələrdən biri, bəlkə də dünyanın ən qədim kilsələrindən biridir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi Azərbaycan şəhərsalma ənənələrinin və təcrübələrinin dünyaya tanıdılması baxımından mühüm hadisədir. Azərbaycanın qədim şəhərləri və tarixi abidələri ölkəmizin mədəni irsinin ayrılmaz bir hissəsidir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, təkcə Bakı deyil, Azərbaycanın digər şəhərləri də öz tarixiliyi və qədim abidələri ilə seçilir. Şəki öz tarixi abidələri ilə, hətta UNESCO-ya daxil olan abidələri ilə nəinki Azərbaycan yerli qonaqların, həmçinin də xarici qonaqların diqqət mərkəzindədir. Bu abidələrdən biri də Şəkinin Kiş kəndində yerləşən Kiş Alban məbədidir. Bu kilsə nəinki Azərbaycanda, bütün Qafqazda belə xristianlığın ilk təməlini qoyan bir abidə hesab olunur. Kilsənin araşdırılması zamanı hətta müəyyən edildi ki, kilsə qurulmamışdan öncə də bu ərazi Albanların dini mərkəzi olub. Çünki kilsənin yerləşdiyi ərazidə aparılan qazıntılar zamanı burada kilsə qurulmamışdan əvvəl qədim ay məbədinin qalıqları olduğunu tapdılar. Bu qalıqlar üzərində eramızın 1-ci əsrində Müqəddəs Yeliseyin Azərbaycana gəlməsi və bu ərazidə kilsəni qurması ilə xristianlığın təməli qoyulub. Və o bura gələndə, burada insanların dinlə məşğul olduğunu gördüyü üçün, başqa bir məbəd olduğunu gördüyü üçün ilk kilsəni burada qurur və xristianlığın da yayılması təməli bu kilsənin qurulması ilə başlayır. Bu məbəd artıq insanlar müsəlman dinini qəbul edəndən sonra da insanların diqqət mərkəzində olub. Və yerli əhali 2000-ci ilə qədər, məbədin təmirinə qədər buranı ziyarət kimi qoruyub saxlayıblar. Günümüzdə də Alban dini memarlığı Azərbaycan memarlığının ayrılmaz bir hissəsidir və bu ayrılmaz bir hissənin ən gözəl, ən parlaq nümunələrindən biri Kiş kilsəsidir.